Ha dostlar, Vesabetin bir şey ki adı nədir? Diamond. Diamond da nəsə parlaq, daşqaş, zinət əşyaları fason bir şey gedir. İnan ki elədir. İnan ki o qədər var. Vesabet çox komfortludur, çox rahatdır. Qiyməti də elə baha deyil. Qiymətini bu dəfə deyəcəm. 690 manat. Burada yazılıb 690 manat. Çox qəşəng Vesabetdir. Skarasnoydu, hər şey də orijinal üstündə. Yəni bildiyin komfortdur. Vesabet sürmək istəsən bunu sürə bilərsən. Deməli dostlar, Vesabet 8-in 3 skorusudur, 24 skorusudur. Vesabetin nəyi yoxdur? Vesabetin gözəlliyi var, orijinal topları var, orijinal topları. Sonra Vilka perkulçatordur. Perkulçatoru çəkək zəhmət olmasa xan. Vilka perkulçatordur. İstəyəndə açırsan, istəyəndə bağlayırsan. Bağlı, tug, belə. Vesabetin üstündə hər şeyə bax, orijinal. Orijinal tormuz sistemi. Orijinal tormuz sistemi. Yəni çox rahatdır da bu. Yəni bunu alıb 2 nəfərə də sürmək olar. Bunu alıb ailəvi də sürmək olar. Bax, orijinal ötürücülər. Bunlar təxminən dostlar 100 evronun üstüdür qiyməti. Deyim ki 15 manata satılanlar da gedir onu. Amma o deyil də. Bu tapanca kimi işləyir. Çık-çırık fiso. Adından bəllidir də. Bir yaxşı söz var ya, deyir uşaq bələyindən bəllidir. Bu da adından bəllidir.